Hər vaxtınız xeyir. Payız gəldi, isti xörəklərin yeyilən vaxtıdır. Turşulara ehtiyacımız var və bu gün sizinlə badımcan turşusu, badımcan, biber, yaşıl pomidordan turşu hazırlayacağıq. Birinci növbədə badımcanın quyruq hissələrini kəsirik və tən ortadan belə bir cızıq çəkirik. Mən bu sizə iki növ badımcan turşusu göstərəcəyəm. Asan üsul və dədəbaba üsulu belə deyək də. Suyun içərisinə duz əlavə edirik. Qoyuruq ocağın üstünə və ortasından çərtdiyimiz badımcanları qoyuruq. 3 dəqiqə qaynadıram mən, çox yox. Çünki indiki badımcanlar əvvəlki badımcanlara oxşamır. Yeri badımcandırsa da onları 5-6 dəqiqə qaynadırıq. Və ya ən asan üsulu isə budur. Dairəvi halda doğrayıram. Qalınlığı 1 sm, 1 sm yarım ola bilər. Çox tez hazırlanır. Qaynatdığım badımcanlar isə gördüyünüz kimi bu cürə elastik olacaq. Qazandan çıxardan kimi buzlu suyun içərisinə qoyuram. İçərisindən tumları varsa əlimizlə belə ovub çıxardırıq. Onu da nəzərə alın ki, çox bişirmək lazım deyil. Belə elastik oldu və salam deməli hazırdır. Möhkəmcə sıxıram. Mən bugün bunları ağırlığın altına qoymayacağım. Çünki gördüyünüz kimi azdır. Sizə göstərmək üçün çəkirəm. Mən əslində o dairə kimi kəsdiyim badımcanları turşuya qoyuram. Həm tez yetişir, həm də ki, bilmirəm, asandır yəqin ona görə. Və gördüyünüz kimi bunlar da qaynadı, yoxlayırıq, basırıq əlimizlə. 1 dəqiqə, 1 dəqiqə yarım vaxt aparır. Çünki qaynar suyun içinə atırsınız, badımcan da ki, bilirsiniz, tez, əgər doğranıbsa tez hazır olur. Və baxın bu cürə yumuşaqdır. Soyuq suda yuyuruq, qəşəngcə sıxırıq, sonra əlimizlə o belə hamarlayırsınız. Onlar yenə də girdi halına düşürlər. Yəni görüntüsü gözəl olur. İndi biberləri doğrayırıq. Bolqar biberini doğradım, acı biber doğrayıram. Biberin acılığını yoxlayın. Çox acıdırsa tumunun bir hissəsinin tumunu çıxardın. Yox, əgər çox acı deyilsə elə doğrayın. Nə qədər acılığı biraz olsa adama daha çox ləzzət verir. Mən burada kökdən istifadə eləmişəm. Görürsünüz, iri rəndidən keçirdəcəm. Onu iri, xırda sizin istəyinizə baxır. Suallarınız varsa mütləq yazın, aktiv olun. Aktiv olun ki, mənim də video çəkməyə həvəsim olsun. Like'larınızı əsirgəməyin. Pomidoru mütləq deşin. Yaşıl pomidordur, bərkdir. Mən əslində baxın bu cürə bıçaqla onun yatağını təmizləyirəm və daha sonra çevirib beləcə 4 yerə kəsirəm. Axıra çatmasın da kəsiyiniz ki, pomidorlar açılmasın. Bu əvvəldən gördüyümüz işdir. Göyərtilərdən 2 dəstə cəfəri və 2 dəstə nanədən istifadə edirəm. Yaxşıca doğrayıram. Çöplərini kəsib tulayırıq. Yumşaq körpə çöplərdirsə saxlaya bilərsiniz. Cəfəridə, nanədə isə bütün çöplər təmizlənməlidir. Duz. 1 kilo badımcan işlədəcəksinizsə 3 xörək qaşığı duza ehtiyacınız olacaq. Onda baxın, sıxdıqdan sonra, suyunu süzdükdən sonra içini duzlayırıq mütləq. Ən çox da uc hissələrini, baxın barmağınızla belə yaxşıca uclarını duzlayırsınız içərisində. Onsuz da göyərti duzlu olur, amma künclərə çatmasa o hissələri birazcık duz az olanda yumuşala bilər. Buna fikir verin və gördüyünüz o kiçikləri də duzladım. Baxın, badımcan budur. İndi göyərti. Göyərtini xırda doğrayıram. Xırda deyəndə tamam xırda yox. Belə də videomuz ola bilər ki, biraz uzun olsun. Vaxtınız yoxdursa yaddaşa atın. Hazırlayarkən baxarsınız. 1 sm, yarım santimetr nə qədər olursa ölçməmişəm. Sarımsağı təmizləyirik, yuyuruq və sarımsağın bir hissəsini göyərtinin içinə sıxacağım, bir hissəsini isə doğrayacağım. İndi pomidorların içində duzlamaq lazımdır. Bunu nə üçün eləyirik? Kal pomidordur, bərkdir. Dəymişini götürməyin heç mənası yoxdur, çünki qalır, yumuşalır. Baxın, yarısını sıxıram mütləq. Daha sonra ayrıca göyərtini ayrı duzlayıram, sarımsaqları da ayrı duzlayıram. Hər biri öz suyunu buraxır. Göyərtiyə duz vurmuşdum, indi isə sarımsağı vururam və bunu yaxşıca qarışdıracağım. Hər ikisi suyunu buraxacaq. Bizə bu su lazımdır. Çünki sonra üstündən sirkə tökəcəyik. Bilək ki, bu badımcanın içərisində nə qədər su var. Kökü istiyotu üzərinə biraz göyərtidən əlavə elədim, duzunu da əlavə elədim, qarışdırdım.
Duzun içərisinə bir xörək qaşığı şəkər tozu əlavə edə bilərsiniz. İstəyə görə və ya tez dəyməsini istəyirsinizsə badımcanın. Yox, əgər qışa saxlayacaqsınızsa, onda şəkər tozu əlavə etmirik. Və indi gördüyünüz kimi hamısının içini doldururuq. Mən bir-bir doldururam, bankaya yığıram. Az olduğu üçün, çox olanda isə mütləq hamısını doldururuq ki, görək nə bilim, axırda heç biri boş qalmasın da, belə deyək. Və pomidorları da eyni ilə ürəyiniz istəyən qədər doldura bilərsiniz. Pomidorlar kiçikdirsə, o deməli məqamda var. Bəlkə iri deyil pomidorlar, kiçikdir. Onu 2 yerə bölə bilərsiniz. Və ya o bıçaqla əvvəl yatağını təmizləyirdi ya. Oranı təmizləyirik, bıçaqla bir balaca deşik açırıq və oradan doldururuq o göyərtini və sarımsağı. Və ya bir diş sarımsaq qoyuruq ora. O da kifayət edir. Çox ləzzətli olur və pomidor dağılmır. İndi gördüyünüz kimi hamısını qarışdırdım. İçlik hazırdır və onun üzərinə qalan deməli kökü, sarımsaq, burada göyərti, sarımsaq, kök və dairəvi halda olan badımcandır. Yəni bunun hamısını bankaya dolduracağım. İndi göstərdiyim sizə 1-2 həftə bundan qabaq hazırladığımdır. Tam yeməyə hazır olan bir badımcandır. 2 həftə yarım, 15 günə, 16 günə dəyir. Amma bütöv badımcan olanda heç olmasa bir ay gözləmək lazımdır. Və dolduran bankalara badımcanı qoymamışdan qabaq bankanın dibinə badımcanı və ya pomidoru və ya istiyotu, hası olur olsun, heç fərq eləmir. Göyərti, bir azacıq, istiyot və sarımsaq qarışığını bankaların dibinə bir azacıq əlavə edirəm. Belə hardasa 2-3 sm olacaq. Daha sonra üstünə badımcanları yığıram, pomidorları yığıram və aradan yenə də gördüyünüz kimi göyərti, kök, istiyot qarışığını əlavə edirəm. Bu nə üçün eləyirik? Həm boş yerlər dolsun, sirkəmiz az getsin, həm də ki, bilirsiniz, sirkəyə hayfımız gəldiyi üçün yox. Ona görə eləyirik ki, badımcan da tam sirkənin içində qoyuruq axı bunu. Su əlavə eləməyəcəyik də. Ona görə çalışırıq ki, o boşluqlar az olsun, sirkə də az işlənsin. Və salam, hamısını yerləşdirdik. Bir dənə 2 kiloluq bankam var. Bir dənə 1 kiloluq bankadır, 2 dənə də 750 qramlıq. Sizə ağ sirkəni göstərirəm. Düzü mən əvvəl bilmirdim ki, Bakıda bu sirkədən var. Görməmişdim supermarketlərdə və ya dükanlarda. Essens suya qarışdırırdım, istifadə edirdim. Bizə 6%lik sirkə lazımdır. Ya üzüm sirkəsi alırsınız hazır, ya alma sirkəsi alırsınız hazır. Orada 6%-dən biraz çox olur, tünd olur. Lakin mən bu dəfə bunu gördüm, aldım və bu da esenslə qarışdırılmış, esensi su ilə qarışdırıblar. Hazır 6% deyiliblər ki, biz çaşmayaq, ya az, ya çox olmasın. Yəni ki, ölçüsü biri olsun. Bəzilərinə görürsünüz, üzüm sirkəsi əlavə elədim. Bunlar biraz tünd olacaq, yəni sirkəsi bol olacaq. Ən çox o dairəvi elədiklərimə üzüm sirkəsi əlavə edirəm. Badımcana və orada pomidor ayrıca qoymuşam. Ora ağ sirkədən əlavə edəcəm, başa-baş. O daha yumşaq, daha xəfif, belə sirkəsi belə yandırmayacaq şəkildə olacaq. Çünki istiyotumuz da acıdır, acılığı var. Əgər şirin istəyirsə, acı yemirsə, acı istiyot qoymayın ha. Və doldururuq bankalarımızı, ağzını qapaq örtürük, qoyuruq qalsın. 2 həftədən sonra dairəvi kəsdiyim hazır olacaq, pomidorlar hazır olacaq, badımcan, istiyot olan isə bir azacıq, bir ay deyək də, bir ay yarımdan sonra tam hazır olacaq. Siz də hazırlayın, xoşcanlıqlayın, rəylərinizi bildirin, like edin. Və Şərqiyə xanımlıq bu günlük bu qədər. Sağ olun, sağlıqla qalın. Gələn videolarda görüşmək üzrə. Xudahafiz, mənim əzizlərim.